أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Möhtərəm möminlər, möhtərəm möminələr, Allah mübarək Ramazan ayının son cüməsini hamımız üçün mübarək qərar versin inşallah. Allah bu gözəl günləri bizim üçün sonuncu qərar verməsin inşallah. Bu ayda ibadət, itaətlərimizi qəbul eləsin. Dualarımızı qəbul eləsin. Xəstələrimizə tezliklə şifa inayət eləsin. Allah xəstəliklərlə bizləri imtihan eləməsin inşallah. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi qəriq rəhmət eləsin inşallah. Keçən günlərimiz keçib, Allah gələn günlərimizi daha xeyirli, daha uğurlu, daha bərəkətli qərar versin inşallah. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri ağanın zuhuruna hazır olanlardan qərar versin inşallah. Hamımızın aqibətini, axirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edirik. Əzizlər, Ramazan ayının ilk cüməsində və yaxud hələ girməmişdən qabaq belə bir ifadə işlətdik ki, bu Ramazan bizə verilən yeni fürsətdir və yeni fürsət kimi də dəyərləndirilməlidir. Amma çox təəssüf ki, bugün deyirik ki, artıq bu fürsət bu ildə bizim əlimizdən çıxmaqdadır. Allaha dua eləyək ki, Allah bunu sonuncu qərar verməsin inşallah. Allah həqiqətən də bu aydan müsbət istifadə edib özünü Allaha bağışladanlardan bizləri qərar versin inşallah. Allah oruc namazımızı bir daha xalis niyyətlə öz dərgahında qəbul eləsin inşallah. Bu niyyətə də ucalı bir salavat ehsan edin. Möhtərəm əzizlər, artıq bir neçə gün qalıb ki, bayramla üz-üzəyik. İslamın ən böyük bayramlarından biri Fitr bayramıdır. Bu bayram bizim el dilində Ramazan bayramı adlanır və Fitr bayramı adlanır. Fitr bayramı adlanmasının səbəbi nədir? Nə üçün biz bu bayrama Fitr bayramı deyirik? Fitr, iftar etmək, yəni yemək sözündəndir. Mömin, müsəlman bir ay oruç tutur. Oruç tutandan sonra isə nədir? Haman günü ilk dəfə nə edir? Ramazan ayını qutarandan sonra günüz qida qəbul edir, iftar edir. Ona görə ona Fitr bayramı deyirlər. O günə qədər, bu 30 gündə bizə gündüz yemək nədir? Qadağandır. Olmaz. Amma
Ramazan biten kimi ilk bayram günü biz ki orada iftar edirik, yiyirik. Ona göre nədir? Adlanır nə? Fitr bayramı. Və həmçinin də haman günün ən önəmli əməli olan fitrə zəkatı da, fitrə zəkatı ona görə adlanır ki, çünki haman günü biz iftar edirik və nə veririk? Fitrə zəkatı veririk. Zəkat bəzən biz belə başa düşürük ki, o zəkatın adı fitrədir. Fitrə niyə adlanıb? Elə fitr bayramı, fitrə zəkatı eyni kökdəndir. Yəni, iftar etdiyimiz gün verdiyimiz nə? Zəkat. Əzizlər, İslamın böyük bayramları var, o böyük bayramlarında da biri Ramazan bayramıdır, Fitr bayramıdır. O bayramın önəmli əməlləri var, lakin ən önəmli əməllərindən biri fitrə zəkatıdır. Fitrə zəkatı malın zəkatından fərqlidir. Çünki malın mülkün zəkatı ildə bir dəfə insan öz malın mülkünü hesabat edir. İndi zəkat öz yerində deyilib nələrdə vacibdir, haçan vacibdir, hansı həddə çatanda vacibdir, haçan vacib deyil. Bu malın zəkatına aiddir. Lakin fitrə zəkatı isə malın zəkatı deyildir. Fitrə zəkatı insanın bədəninin zəkatıdır. Ona görə də bu zəkata deyirlər zəkatul əbdan, bədənlərin zəkatı. Yəni, bu insanın sağlamlığının zəmanətidir. Allah bunu ona görə vacib edib insana. Ümumiyyətlə, zəkat sözü ərəb sözüdür. İki mənaya bunu izah eləmək olar. Zəkat, zəka sözündən, yəni paklamaq və yaxud paklanmaq. Ki Allah da Quran-ı Kerimdə Peyğəmbərə əmr edir, "Xuz min əmvalihim sadaqatan tutahhiruhum." Onların malından, mülkündən sədaqə götür ki, onları nə elə? Pak edəsən. Demək, zəkat bir mənada paklamaq, pak etmək mənasındadır. İnsan malından, mülkündən zəkatı verir, öz malının mülkünü nə eləyir? Pak edir. Bir mənada isə zəkat inkişaf etmək, artırmaq mənasına gəlir. Bu da o mənayadır ki, insan öz malının, mülkünün zəkatını verməklə Allah onun malından, mülkünə nə verir? Bərəkət verir. Onun malından, mülkündə nədir? Allahın inayəti ilə, lütfü ilə artım olur. Ona görə Allah Quran-ı Kerimdə bunu, bu cür zəkat bu mənaya adlanması, Peyğəmbər və Əhl-i Beytinin sözündə bu mənaya adlanması ki, həm paklanmaq və həm də artım mənasına insan həm mənən pak olur və həm də nədir? Onun malın mülkünə Allah Subhanahu və Teala öz bərəkətini nə eləyir? Nazil edir. Əzizlər, zəkat fitrəsi dinin fitrə zəkatı. Ramazan ayının bayramında verilən fitrə zəkatı bizim dində, şəriətdə önəmli, vacib əməllərdən biridir. Belə ki, Allah Quran-ı Kerimin Əla surəsinin 14-cü ayəsində "Qəd əfləhə mən təzəkka" kim zəkat versə, uğur qazanıb, xoşbəxt olub ayəsini təfsir ediblər bizim müfəssirlərimiz. Nə ilə? Yəni fitrə zəkatını kim versə, o insan uğur qazanıb, xoşbəxt olan insanlardan olur. Bu, yenə də təkidlə deyirəm, fitrə zəkatı mal zəkatından fərqli olaraq bizim sağlamlığımızın nə idi? Zəmanətidir. Ona görə də bu məsələdə səhlənkarlıq eləmək olmaz. Ona görə də bu məsələdə xəsislik eləmək olmaz. Bizim vəzifəmiz nədir? Vəzifəmiz odur ki, bu günləri bu məsələyə, bu vacibə qarşı hökmümüzü bilək və ona riayət edək. Əvvələn, Allah Subhanahu və Teala Ramazan bayramı kimi bir bayramda nə üçün belə bir nədir? Zəkatı bizə vacib edib. Dedim, bədənin sağlamlığı öz yerində. Lakin o gündə nə üçün?
Nə üçün bayram günü 30 gün sən Allaha səbr imtahanı verirsən. Təqva mərhələsində ucalmaq üçün, təqvanı əldə eləmək üçün 30 gün ac qalırsan, susuz qalırsan, sonra isə nədir? Bayram günü fitrə zəkatı verirsən. Nə üçün? Rivayətlərə baxsaq, ümumiyyətlə zəkat, həm mal zəkatı və həm də bədən zəkatı kasıbların haqqını təmin eləmək üçündür. Allah subhanahu və teala bizə nə deyir? Allah bizə deyir ki, siz eləyə bilməzsiniz ki, bayram günü sevinəsiniz, amma ətrafınızda nədir? Kasıb insanlar, ehtiyaclı insanlar, möhtac insanlar nədir? Onlar naəlac qalıblar. Ona görə də baxın, o zəkat fitrəsinin verilmə vaxtında da bu məsələlər hamısı nəzərə alınıb. Ona görə baxın, Allah bunu zəkatın vacib olunması, xüsusən də fitrə zəkatının vacib olunması və bayram günündə bu insanların kasıbları, möhtacları diqqət nəzərində saxlamalarıdır. Onları da sevindirməsidir. Buna biz hamımız bir mənalı şəkildə diqqət eləməliyik. Yaxşı qardaşlar, zəkat, fitrə zəkatı kimə vacibdir? Bu hökmləri mən qısa şəkildə deyirəm sizə, hamınız yadınızda saxlayın. Fitrə zəkatı kimə vacibdir, kim verməlidir və kimin əvəzinə verməlidir? Əvvələn, fitrə zəkatı hər bir ağıllı, azad, müsəlman olan fərdə əgər kasıb deyilsə vacibdir. Əvvələn nə olsun? Ağıllı olsun, ağlı başında olsun. İkinci, müsəlman olsun. Üçüncü, azad olsun. Azad nə mənaya deyirəm? Azad keçmişdə quldarlıq dövrünə görə bu şərt qeyd olundu. İndi azad, həbsdə azad o fərqi yoxdur. O həbsdə olan haman o qul sayılmır. Yəni o da nədir? Onun da zəkatı hesablanmalıdır. Deməli, ağıllı, müsəlman, azad olan və maddi imkanı yerində olan hər bir fərdə zəkat vermək nədir? Fitrə zəkatı vacibdir. Fitrə zəkatı insan kimin əvəzinə verir? Ailə başçısı. Həm öz əvəzinə və həm də öhdəsində olan hər bir fərdin əvəzinə verir. Hətta evində olan xidmətçisi də belə əgər onunla bir yerdə yaşayırsa və yaxud daha başqa bir cümlə ilə deyək, hər bir şəxs ki, insanın çörək yiyəni sayılırsa, sənin ailəndən bir üzv sayılırsa, onun maddi dəstəyini sən eləyirsənsə, sənin çörəyindən, sənin çörəyi yeyirsə, onun zəkatını vermək sənə vacibdir. Belə başa düşməyək ki, bax, mən şərt dedim ki, kim nə olsa, hər bir ağıllı, müsəlman, azad insana. İndi birdən, məsələn, Allah bütün xəstələrə şifa versin. Birinin evində nədir? Ruhi xəstəsi var. İndi onun əvəzinə zəkat vermək olmaz. Yəni vacib deyil. Ona vacib deyil. Lakin onu nədir? Onun ailə başçısına, onun maddi tərəfdən təmin edəyənə, onun çörəyini verənə onun zəkatını vermək vacibdir. Şəxsən ona vacib deyil. Lakin o kimin öhdəsindədirsə, o, onun əvəzinə o zəkatı nə eləməlidir? Verməlidir. Demək, biz zəkatı, ailə başçıları diqqətli olmalıdırlar. Kimin əvəzinə verməlidirlər? Özlərinin və bütün ailə üzvlərinin nədir? Əvəzinə verməlidirlər. Hətta, məsələn, evində bir xidmətçi var və yaxud evində, məsələn, bir nəfər var, uzun müddətli onun evində qalır, işləyir, onun da zəkatı ona vacibdir. Çünki nədir? Onun çörək yiyəni sayılır. Yaxşı, birdən, məsələn, ailənin bir fərdi tələbə kimi, məsələn, ailənin yanında deyir, başqa yerdə yaşayır. Madam ki, onun da bütün xərclərini ata ödəyir, ailə başçısı ödəyir, o evdə olmasa da, uzaq da olsa, başqa yerdə yaşasa da, yenə də onun fitrə zəkatını ailənin başçısı nə eləməlidir? Çıxarmalıdır. Bizim cəmiyyətimizdə belə bir şey var. Məsələn, bu məsələdən mən dünən də namaz arasında danışdım. Bunu yenə də təkidlə, təkrarən deyirəm. Keçmişdə də eşitmişik. Bayram gecəsi birinin evinə qonaq gəlsə, qonağın zəkatı kimə vacibdir?
ev yiyəsinə. Lakin bunu bu formada başa düşməyək. Onun şərtləri var. Hansı qonağın zəkatı ev yiyəsinə vacib olur və hansı qonağın zəkatı ev yiyəsinə vacib olmur? O qonağın zəkatı ev yiyəsinə vacib olur ki, o qonaq ev yiyəsinin icazəsi ilə, razılığı ilə, istəyi ilə, dəvəti ilə bayram gecəsi girməmiş, yəni hələ gün batmamış onun evinə gələ, onun evində qala, gecəliyə və ürfən onun çörək yiyəni hesab edilə. Əgər belə olsa nədir? Onun zəkatını ki verməlidir? Ev yiyəsi verməlidir. Lakin yalnız və yalnız məsələn bayram gecəsində bir nəfər iftar süfrəsi açıb, evinə 40 nəfər, 50 nəfəri dəvət edib. Bu insanlar gəlib iftar eləyib gedəcəklər. Lap belə bayram gecəsi gün batmazdan qabaq onların evinə gəlsələr, onun evinə gəlsələr də belə onların zəkatını ev yiyəsi verməməlidir. Vacib deyil. Bu onlara şamil deyil. Bu gəlir sadəcə nədir? İftar edib gedəcək. Bu kimə aiddir bu məsələ? Qonağın zəkatını ev yiyəsi verməlidir. O şəxsə ki, gəlir, qalır, orada gecələyəcək, yatacaq, gecəni də orada yiyəcək, səhər də orada olacaq. O insanların zəkatını ev yiyəsi verməlidir. Və illə məsələn bir nəfər, 40 nəfər, 50 nəfəri bayram gecəsi iftara dəvət edib, hamısının zəkatını versə, özü məşəqqətə, çətinliyə düşər. Ona görə bu vacib deyil. Və bəzən də biz bayram gecələri evimizə qonaq gəlməkdən biraz qorxuruq ki, onun zəkatını biz verərik. Belə deyil. Bu şərtləndir. Amma biri gəlib, oturub sənin evində biraz iftar süfrəsində iftar atıb gedəcəksə, sən onun zəkatını verməməlisən. Yəni, bu vacib deyil sənə. Bunu bu formada başa düşmüşük, çoxumuz səhv başa düşmüşük. Bunun şərti budur. Demək, əzizlər, kim verməlidir, kimin əvəzinə verməlidir, bunu da nə elədik? Bildik. Və həmçinin də, baxın, bunu da əlavə edeyim. Bayram gecəsi, yəni gün batmazdan qabaq evdə doğulan yeni uşağa da nədir? Zəkat vermək vacibdir. Amma gün qürub eləyəndən sonra, gün batandan sonra doğulana isə nədir? Vermək vacib deyil, verilsə daha məqsədə uyğundur. Yaxşı, zəkatın vacib olma vaxtı haçandır? Nə vaxt bu zəkatı biz çıxartmalıyıq? Zəkatın vacib olma vaxtı şəriətlə əsas vaxtı bayram gecəsi sabit olandan sonradır. Bayram gecəsi ki, ay göründü, bayram gecə ki sabit oldu, onda nədir? Yəni gün batdı, bildik ki sabahları bayramdır. Onda hər birimizə dediyim formada zəkatı nə eləmək, çıxarmaq vacib olur. Yaxşı, fitrə zəkatını qabaqcadan vermək olar, ya olmaz. Burada alimlər arasında rəy, fikir ayrılığı var, lakin bəzi alimlərin nəzərində ondan qabaqcadan da vermək olur, heç bir problem yoxdur. Yəni, mən istəyirəm, məsələn, hələ bayram olmayıb, indidən istəyirəm nədir? Fitrə zəkatımı verim. Heç bir eybi yoxdur. Ramazan ayı daxil olandan sonra nədir? İnsan hələ 20 gün, 30 gün sonra bayram oları. Bəzi alimlərdə Ramazan girdi, sən indidən fitrə zəkatını eləyə bilərsən, çıxara bilərsən. Bir nəfər məsələn ehtiyaclıdır, ona maddi dəstək lazımdır, indi vermək daha məqsədə uyğundur, onu eləyə bilərsən. Lap belə deyək ki, o alimlər ki, məsələn, deyirlər ki, ancaq gərək bayram gecəsi çıxarılsın. Onun da çıxış yolu var. Çıxış yolu nədir? Yəni, sən eləyə bilərsən ki, həman o kasıb, o fəqir ki, sənin bu maddi dəstəyi və ehtiyacı var, o indi onu istəyir, sən ona nə edirsən? Fitrə zəkatı niyyəti ilə vermirsən ona. Borc məqsədi ilə verirsən, deyirsən, gələ məsələn, mən bu 30 manatı, 40 manatı sənə borc verirəm. Borc verdin ona. Bayram gecəsi olanda niyyət edirsən ki, o zəkatıdır. Yəni, bunun hər tərəfli yolu var. Birdən məsələn desək, mən bir alimə məsələn təqlid edirəm ki, o icazə vermir. Deyir, ancaq elə bayram gecəsi. Bayram gecəsi desə də nədir? Bu forma ilə biz onu nə eləyə bilərik? Bayramdan qabaq da verə bilərik. Demək, əsas vaxtı haçandır? Bayram gecəsidir. Nə vaxta qədər verilməlidir? Başlanğıc nöqtəsini dedik, bu bitmə nöqtəsini də deyək. Bitmə nöqtəsi haçandır? Fitrə zəkatı bayram namazı qılanlar üçün bayram namazına qədər nə olmalıdır?
çıxarılmalıdır. Çıxarılmalıdır nə deməkdir? Yəni ayrılmalıdır. İndi ola bilsin ki, sən namaza qədər daha məsələn 8-9-da o kasıbı tapa bilmirsən, evinə gedə bilmirsən, bəlkə yatıb. Amma əsas odur ki, nə edirsən, onu çıxarırsan, qoyursan nədir? O vaxta qədər çıxarırsan, kənara qoyursan. Birdən əgər unutdun, ta zöhr namazına qədər belə deyək də limitin var, çıxarmalısan, verməlisən. Birdən zöhr namazını o tərəfə keçdi, artıq nədir? Yenə də verməlisən, amma əda və qəza niyyəti eləyə bilməzsən. Niyyət eləyəndirsən, boynumda olan nədir? Fitrə zəkatını verirəm. Artıq sən vaxtını eləmirsən, keçirmirsən. Bayram gecəsindən maksimum həddi zöhr namazına qədərdir. Amma yaxşı olar bayram namazına qədər sən onu çıxarasan. Birdən çıxara bilmədin, yenə də ümumi niyyətlə nə eləməlisən? Çıxarmalısan. Bu məsələlərə, qardaşlar, diqqət eləmək lazımdır, riayət eləmək lazımdır ki, biz bu işi icra eləyərkən şəriət necə deyibsə o cür icra eləyək. Daha önəmli bir məsələ, zəkat fitrəsi ibadətdir. Niyyət onda şərtdir. Niyyət nədir? Şərtdir. Bu günləri niyyətsiz namaz var. Niyyətsiz namaz batildir. Niyyətsiz də zəkat fitrəsi nədir? Batildir. Bəli, mən dəfələrlə demişəm, niyyəti dilə gətirmək vacib deyil. Sadəcə olaraq bu əməli icra edərkən ailə başçısı kimi deyirsən, ilahi mən özümün və ailə fərdlərimin əvəzinə bu ilki fitrə zəkatımı verirəm. Qürbətən ilallah. Bunu demək, yəni niyyət eləmək lazımdır. Ürəkdən keçirmək lazımdır. Və yaxud o işi, pulu ayıran zaman, o məbləği ayıran zaman onu nədir? Ən azı fikrindən keçirmək lazımdır ki, mən bu məqsədə durub bu işi icra edirəm. Demək, niyyət də nədir? Önəmlidir, bu işə diqqət eləməliyik. Bundan sonra fitrə zəkatı ilə bağlı, əzizlər, fitrə zəkatı nə qədərdir? Ən önəmli suallardan biri budur ki, nədir? Nə qədərdir? Biz nə qədər fitrə zəkatı çıxardıq? Fitrə zəkatını biz bu günləri, məsələn, bəzi insanlar deyir ki, siz bizim üçün bunu pulla, məbləğin təyin eləyin, nədir? Canımız rahat olsun da. Şəriət onu müəyyən şeylərlə vacib eləyib bizə. Bəzən də o qiyməti təyin eləmək nədir? Çətin deyil, ha? Amma bəzən məqsədə uyğun olmur. Çünki şəriət deyir nədir? Mən indi bu rəylərin hamısını nəql eləmirəm. Belə deyək də, ən uyğun rəy budur ki, insan yaşadığı yerdə ən çox istifadə etdiyi qidanın 3 kiloqramının özünü və yaxud nədir? Dəyərini, pulunu verməlidir. Biz məsələn, Lənkəranda məsələn, ən çox nə yeyirik? Ən çox yediyimizin nədir? 3 kiloqramının ya özünü verməliyik, ya da nəyin verməliyik? Ya da pulunu verməliyik. Yəni, burada artıq nə qədərdir fitrə zəkatı? İllərdir biz bunu hər il sual veririk. Bir mənalı bunu yadımızda saxlayıq. Ən çox istifadə etdiyimiz qidanın nə qədəsini verməliyik? 3 kiloqramını özünü verməliyik, ya da nədir? Pulunu verməliyik də. Bu bir mənalı şəkildə daha yadda saxlayaq ki, bunun təyin eləmək sənin öhdəndədir. İndi ən çox biz nə yeyirik? Bəli, indi deyirsiniz, şəriət kitablarında qeyd olunub ki, nədir? Undur, nə bilim, düyüdür və yaxud buğdadır, arpadır. Ondan sonra qeyd olunub kişmişdir, xurmadır filan. Bunlar hamı qeyd olunub. Lakin bu günləri ən önəmli məsələ budur ki, biz diqqət eləməliyik ki, bizim cəmiyyətimizdə ən çox nə yeyilir? Xurma, bəli, bahadır. Biz indi bir nəfər deyir, mən xurma ilə çıxardıram. 10 manatlıq kiloyu 10 manatlı olan xurma ilə çıxardıram. Bu düyüdən də yaxşıdır, undan da yaxşıdır. Mən daha çox verirəm. Bəli, demək 3 kilo nədir? Ən çox istifadə etdiyimiz qidanın özünü ya dəyərini verməliyik. İndi biz gələk deyək, məsələn, bir nəfər bunu deyirdim, xurma vermək istəyir. Gərək sən bunu diqqət nəzərində qoyasan ki, bugün bizim cəmiyyətimizdə xurma qida kimi gedir bizdə, ya getmir. Bizim örfümüzdə biz xurmadan qida kimi istifadə etmirik, əziz qardaşlar. Əsas yemək sayılmır bizdə. Kişmiş də bizdə əsas qida sayılmır. Bizim örfümüzdə, Azərbaycanda, bizim cəmiyyətimizdə əsas qida nə sayılır? Düyü sayılır, un sayılır, çörək sayılır. Ona görə hər kəs öz imkanına görə məqsədə uyğun budur ki, bu iki növün nədir? Ya 3 kiloqramını, ya da 3 kiloqramının nəyini? Qiymətini versin.
Yəni da bunu uzatmayaq. Xurma ilə verək. Xurma, kişmiş bəzən onunla hesablamaq biraz nədir? Məsələ biraz problemlidir. Niyə? Çünki o çox bizim qidamız sayılmır o. O qabaq ərəbin qidası sayılıb. Amma bugün ərəb də onu qida saymır heç. Ərəb də qida kimi istifadə eləmir. Qabaq qida olub bəlkə də. Bəlkə də yox olub. Amma indi qida deyil. Yəni hərdən bir istifadə elədiyimiz şeydir də. İndi çayla içəndə bir filan belə. Əsas onu doymaq üçün eləmirik ki. Doymaq üçün yediyimiz bizim undur bir də düydür. Ona görə bu iki məsələyə daha önəm vermək lazımdır. Əziz qardaşlar, ailə başçısı dediyim kimi həm özünün və həm də ailə üzvlərinin əvəzinə bu iki növün birinin nədir? Ya özünü indi adətən biz də özünü kiloqramla vermirik. Pulunu hesablayırıq da. Məqsədə uyğun budur. Ən yaxşısı da budur. Pulun verirsən kasıba ki, o gedib nə eləsin? Özünə bir gün ağlasın da istədiyi ehtiyaclarını alsın. Biz şərt deyil bütün ailə üzvləri nədir? Eyni növlə nədir çıxarılsın. Ata, ana özünü məsələn öz fitrəsini düyü ilə çıxardır, övladları isə unla çıxardır. Heç bir problemi yoxdur. Yəni fərqlilik eləməyin heç bir iradı yoxdur. Şərt deyil ki, elə mən ailə başçısı kimi hamısını nədir? Düyü ilə çıxarmalıyam. Yox, özümü düyü ilə hesab edirəm. Məsələn, yoldaşımı düyü ilə hesab edirəm. Amma övladlarımı isə nədir? Unla hesab edirəm. Heç bir problemi yoxdur. Yəni fərqlilik eləməyin də heç bir eybi, iradı yoxdur. Bu azadsız bu məsələdə bunu hər formada icra eləyə bilərsiniz. Demək, fitrəni nə qədər çıxarmalıyıq və nədən çıxarmalıyıq? Bunu da nədir? İzah elədim, elə bilirəm, bunda da bir qaranlıq nöqtə qalmadı. Yaxşı, bayaq dedim, fitrə kimə vacibdir? Bir məsələ vardı, onu dedim, amma onu izah eləmədim. Dedik ki, nədir? Fitrə vacibdir o şəxsə ki, onun maddi nəyi var? İmkanı var. Yaxşı, indi kimlər fitrə verməlidir? Fitrə, dedim, ağıllı, müsəlman falan onları qoydu kənar. İmkan cəhətdən. Fitrə zəkatı o fərdə vacibdir ki, o insanın, özünün və ailəsinin dolanışığını təmin eləmək üçün bir illik azuqəsi var. Ya real praktiki varıdır indi, ya da maaş formasında nədir? Bu məvacib olur və özünü nədir? Özünü və ailəsini bir il təmin eləyə bilir. Normal təmin eləyə bilir, problemsiz. Amma yox, əgər bir insanın özünün və ailəsinin ehtiyaclarını ödəmək üçün bir illik azuqəsi yoxdursa, bu insan nə adlanır? Bu insan fəqir adlanır, ona fitrə zəkatı vermək vacib deyil. Əksinə, ona fitrə zəkatı nədir? Verilə bilər. Ona fitrə zəkatı verilə bilər. Ona görə bu məsələ vacib olmasında da buna diqqət eləmək lazımdır. Bir illik özünün və ailəsinin ehtiyaclarını ödəyə bilənlərə vacibdir fitrə zəkatı. Amma əks təqdirdə vacib deyil. Bəli, indi biri deyir ki, məsələn, mənim bu bir illik, nadir hallarda insanlarda var da, indi bu, bütün insanlar bir illik azuqəni ödəmək, məsələ bu, hamısı üçün mümkün deyil. Yəni, əl çatan deyil. Yaxşı, bəs fitrə zəkatının hamısı istəyir ki, bunu icra eləsin. Bacardığımız qədər nədir? Bunu icra eləmək ilə məqsədə uyğundur. Şəriət də bunu buna bizi dəvət edir ki, ən azı nədir? Sən kasıb da olsan, bir nəfərin payını nə edə bilirsənsə, verə bilirsənsə, ailə başçısının əl-ələ bir nəfərdən çıxardasan onu nədir? Verəsən kasıb. Heç olmazsa bir nəfərin payını verir. 2 nəfərə verə bilirsən, 2 nəfərə. Yəni, Allah şəriəti bu asan şəriətdir. Yəni, səni yükləmir, məcbur da eləmir. Sadəcə olaraq nədir? Biz öz vəzifəmizi nə eləməliyik? Bilməliyik. Ən önəmli məsələlərdən biri bu fitrə zəkatı ilə bağlı fitrə zəkatını kimə verməliyik? Fitrə zəkatını çıxartdıq, indi bunu kimə verməliyik? Fitrə zəkatı ümumi zəkatda qeyd olunan hər bir yerə xərclənə bilər. Lakin fitrə zəkatını alimlər, müctəhidlər deyirlər, xüsusən Ramazan bayramında bu fitrə zəkatı kasıb insanlara sərf olunmalıdır. Xüsusən kasıb insanlara sərf olunmalıdır. Burada məsələn, biri çıxar deyər ki, məsələn, biz filan yerdə yol çəkirik, gətirin nədir? Bu fitrə zəkatını yığay, ora verək. Eləməyəsiniz belə şey. Xəstə üçün pul yığırıq, məsələn, filan eləyirik. Belə şeylər eləməyəsiniz. Kasıba verilməlidir.
Özü də hansı kəsbə verilməlidir? Bu məsələ də önəmlidir, diqqət nəzərində saxlayın. Hər bir fərd çıxartdığı zəkatı öz yaşadığı yerdə sərf eləməlidir. Zəkat fitrəsini mən Lənkəranda yaşayıramsa, çıxarandan sonra onu Bakıya göndərə bilmərəm. Onu başqa kəndə, başqa vilayətə göndərə bilmərəm. Şəriət sənə deyir ki, çıxartdığın fitrə zəkatını harada sərf eləməlisən? Öz yaşadığın yerdə. Bunun da bir məntiqi, bu bir cəmiyyətə bir faydası var. Şəriət deyir ki, qardaş, sən uzağa niyə gedirsən axı? Öz ətrafında kasıbları axtar da. Və xüsusən də qohumlara daha çox önəm ver. Bunu mən dəfələrlə demək olar ki, elə sədəqədən danışanda bunu deyirəm və həmişə də deyəcəyəm, demək də lazımdır. Qardaşlar, bizim qohum əqrabanı axtarsaq, illaki kasıblar var. Hərəmiz özümüz öz yaxınlarımızı yaxşı bilirik. Bu günlərdə onlara daha çox diqqət yetirək ki, nədir? Qoy, belə deyək də, səhlənkarlıq eləyib kimisə nədir, ehtiyaclı olan insanı möhtac buraxmayaq bayram günü. Ona görə baxın, fitrə zəkatı çıxarılan vaxtı harada çıxarılıbsa, orada da sərf olunmalıdır. Bu nöqtə qanundur. Çıxarılan fitrə zəkatının pulunu dəyişmək olmaz. Bu var şəriətin vacib hökmləridir. Mən çıxarmışam bu məbləği deyirəm, məsələn, zəng edirəm, məsələn, Kərbalıya, Zakir əmiyə deyirəm ki, mən 20 manat çıxarmışam, sən öz cibindən 20 manatı ver, sonra mən bunu verərəm sənə. Olmaz. Bu çıxarılan məbləğ verilməlidir. Və ona görə də o fitrə zəkatını kartlara atmaq olmaz. Bu günləri o kartlar çoxalır, bu deyir, kart qoymur, falan kasıbsın, falan atmayın karta bunu. Yəni siz şəriət hökmünü yerinə yetirmək istəyirsiniz, lakin nədir? Bilmədən də elədiyiniz əməl olur heç nə. Elədiyiniz əməl olur heç nə. Bu günləri sosial şəbəkələrdə, bu internet saytlarında görsən, kartlar paylaşılır, çoxlar. İndi onların düzü də var, dələ düzü də var, hamısı belə anam da bir-birinə də. Ona görə ən yaxşısı, qardaş, bu vacib ildə bir dəfədir. Onu sən məqsədə uyğun formada yerinə nə elə? Çatdırmağa çalış. Bəli, sədəqə ilə işimiz yox. Sədəqəni karta atmaq olar, problemi. Amma fitrə zəkatını atmaq olmaz. Fitrə zəkatını nə çıxarmısansa onu verməlisən. Onu dəyişə bilməzsən. Bu məsələ önəmlidir, buna diqqət eləmək lazımdır. Ondan əlavə, fitrə zəkatını dilənçiliyi özünə adət eləmiş, peşə götürmüş insanlara vermək olmaz. Görürsünüz bu insanlar ki var, ilin elə bütün günləri bunun işi əl açıb dilənçilik eləməkdir. Bu işi özünə peşə götürüb. Mən dəfələrlə bu sözü deyirəm, müəllim işə gedən kimi, fəhlə işə gedən kimi, bu da bunu iş sayır. Səhər-səhər durur, ən rahat iş budur. Gedir dilənçilik eləməyə. Bu cür insanlara fitrə zəkatı versiniz, sizin boynunuzda o qalır. Gələ təzlən verəsiniz. Diqqət edin. Sədaqə barədə də bu mən demişəm. İnsan bu şeyi özünə peşə eləyənlər nədir? Rahat özləri üçün qazanc variantı tapıblar. Bu iş deyil. Bunu şəriət nədir? Qəbul eləmir. Sən fitrə zəkatını normal insana verməlisən ki, həqiqətən də onun ehtiyacı var. Və verəndə də, bunu da deyirəm, biz fitrə zəkatı verərkən kimisə şənini, üzünün suyunu tökmək məqsədinlə vermirik. Ona kömək eləmək məqsədinlə veririk. Bunun fitrə zəkatı olmasın da demək şərt deyil. Demə, mən sənin üçün hədiyyə gətirmişəm. Bu ünvanla ver. Çünki bu günləri bu kasıb insanlar, elə kasıb insanlar var ki, Allah da Quranda onları vəsf edir. Peyğəmbər Əhl-i Beytinin sözlərində də o insanlar var. Bəzi insanlar var, həqiqətən də möhtacdırlar, amma həya eləyirlər əl açmağa, həya eləyirlər deməyə. Vallahi bəzən elə bizim aramızda elə möminlər var, həqiqətən də möhtacdırlar, amma üzünün suyunu tökə bilmir, öz hörmətini saxlayır. Amma bəzi insanlar ki, elə illərdir elə bu işi peşə ediblər, onlar artıq üzr istəyirəm ifadəmə görə, həya qalmıyor özdə. Həya qalmıyor. Ona görə də bu məsələlərə, əziz qardaşlar, diqqət etmək lazımdır. Ondan da, bax, bu məsələyə də diqqət eləmək lazımdır. Seyyid olmayan seyyidə fitrə zəkatı verə bilməz. Seyyid öz fitrə zəkatını həm seyyidə və həm qeyri-seyyidə verə bilər. Seyyiddə nədir? Seyyidin əhatə dairəsi genişdir. Seyyidə və qeyri-seyyidə verə bilər. Amma seyyid olmayan isə Peyğəmbər nəslindən olana nədir? Fitrə zəkatı verə bilməz. O gərək nədir? Seyyid olmayan, seyyid olmayana nədir? Fitrə zəkatını versin. Bu məsələlərə qardaşlar diqqətlə yanaşmaq lazımdır. Onları icra eləmək lazımdır. Kasıblara axtarın, soruşun.
burada məsciddə də, yəni burada o qədər kasıblar müraciət olunur, eləyirlər falan. Əgər kasıb yoxdursa, bura müraciət edə bilərsiniz. Yəni onu kasıba lap belə sizi özünüzə deyək ki, məsələn kimdir, nədir aparıb verə bilərsiniz. Bu şeylər bu günlərdə gərək nədir? Məqsədə uyğun icra olunsun. Yerinə yetsin. Öz elədiyiniz əməli hədər yerə eləməyin, zay eləməyin. Yaxşılıq eləmək həmişə yaxşıdır, amma bu isə vacibdir. Vacibatı şəriət qeyd etdiyi kimi icra eləməliyik. Əzizlər, qarşıdan gələn Fitr bayramı, Ramazan bayramı hamınız üçün mübarək olsun inşallah. Allah hamımızın gələn günlərini xeyirli, uğurlu, bərəkətli qərar versin inşallah. Allah bu gözəl günləri, bu gözəl ayı bizim üçün sonuncu qərar verməsin inşallah. Bizləri bu mübarək günlərdə bağışlanmışlardan qərar versin inşallah. Allah subhanahu və taala keçən günlərimiz keçib, gələn günlərimizi daha xeyirli, daha uğurlu, daha bərəkətli qərar versin inşallah. İnşallah Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən bizdə ayın görünməsi fətvaya əsasən ayın 29-u axşam bayram gecəsi elan olunub, 30-u da bayram günü elan olunub. Namaz da təxminən 9-10-un yarısı arasında qılınır. Allah subhanahu və taala gələn günlərinizi xeyrə mübəddəl eləsin. Allah subhanahu və taala bizləri bağışlamamış bu aydan çıxarmasın inşallah. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi rəhmət eləsin. Xəstələrimizə də tezliklə şifa inayət eləsin inşallah. En güzel kelam Allah kelamıdır ki Kur'an-ı Kerim'de deyir. Bismillahirrahmanirrahim. Vel asri innel insana lefi khusr illellezine amenu ve amilus salihati ve tevasav bil haqqi ve tevasav bis sabr. Amenna billah. Sadakallahul aliyyul azim. Vesselamu aleykum cemi'an ve rahmetullahi ve berekatuhu.